Biz sizinlə cinsi inkişaf barədə, boy barədə, bu ikisinin bir-biri ilə əlaqəsi barədə çox danışmışıq. Səhifədə videolara baxa bilərsiniz. Amma bugün danışmaq istədiyim məqam cinsi inkişafın sürətidir. Yəni, cinsi inkişaf vaxtında başlaya bilər. Məsələn, 11 yaşında qızda süd vəzləri böyüməyə başladı. Bu normal haldır. Cinsi inkişaf uyğun boy ilə başlaya bilər. Yəni, bir qızın boyu 140-dır və cinsi inkişafı başlayıb. Bu da normal haldır. Amma bugün demək istədiyim mövzu, başlayan cinsi inkişaf hansı sürətlə irəliləyir. Qızlarda da, oğlanlarda da hər 6 aydan bir cinsi inkişaf növbəti mərhələyə keçməlidir. Yəni, 5 mərhələsi varsa cinsi inkişafın, hər 6 aydan bir birinci mərhələ, ikinci mərhələ, mərhələ bunları keçməlidir. Amma əgər 6 ay ərzində və 6 aydan daha tez 2 mərhələ irəli gedərsə, bunlar təbii ki, tibbi məlumatlardır. Sadəcə xəbəriniz, məlumatınız olsun deyə paylaşmaq istəyirəm. 2 mərhələdən tez irəli gedərsə, bu artıq sürətli cinsi inkişafdır. Belə ki, burada 2 qızın nümunə çəkmək istəyirəm sizə. 11 yaşında qız, boyu 140 cm-dir və cinsi inkişafı yeni başlayır. Əlbəttə, boyu da uyğundur, yaşı da uyğundur, amma biz bu uşağı nəzarətsiz buraxa bilmərik. Çünki burada ikinci qızdan nümunə çəkmək istəyirəm. İkinci qızda 10 yaşı var, 10 yaşında cinsi inkişaf normal vaxtında başlamışdı. Təxminən 138 boy ilə başlamışdı. Lakin 6 aylıq müayinələrdə ilk vaxtda cinsi inkişafın mərhələsi stabil getsə də, növbəti aylarda birdən-birə 4-cü mərhələyə keçmişdi və 4-cü mərhələdə olması boy zonalarının vaxtından qabaq bağlanıb boyun geri qalmasına səbəb ola bilər deyə bu uşaqlarda cinsi inkişafın sadəcə vaxtında başlaması deyil, hansı sürətlə irəliləməyinə də nəzarət etməliyik.